Bakıda 4-cü Vyetnam günləri keçirilir. Tədbir çərçivəsində Vyetnam incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. Vyetnam günləri çərçivəsində növbəti tədbir Qoşaqala meydanında baş tutdu. Burada Vyetnamın milli suvenirlərini, geyimlərini görmək, mətbəxinə məxsus təamları dadmaq mümkün idi. İnsanlar stendimizə yaxınlaşır, Vyetnam məhsulları ilə tanış olur və milli mətbəximizin nümunələrini dadırlar. Onlar Vyetnam yeməklərini çox bəyəndilər. Milli geyimlərin hər detalı bir məna daşıyır. Rənglər, parçalar, naxışlar Vyetnamın tarixini və təbiətini əks etdirir. Bu konus formasında olan papaq onların ən məşhur milli aksesuarlarından hesab olunur. Naxışlarda isə daha çox təbiət motivlərindən, xüsusilə də lotuslardan istifadə edirlər. Tədbir konsert proqramı ilə davam etdi. Vyetnam milli musiqisindən nümunələr səsləndirildi. Əməkdar və incəsənət xadimləri simfonik orkestri təşrif buyurulub və eyni zamanda Azərbaycan Respublikası da xalq artistləri və əməkdar artistlərlə təmsil olunur sözü gedən tədbirdə. Üzeyir Hacıbəylinin Arşın Malalan operettasından Vyetnam dilində parçalar isə böyük marağa səbəb oldu. Vyetnamı təmsil etməkdən qürur duyuram. Burada olmaq, çıxış etmək və musiqi vasitəsilə ölkəmizin mədəniyyətini və gözəlliyini tanıtmaq fürsəti əldə etdiyim üçün çox xoşbəxtəm. Burada çox gözəl və möhtəşəm bir auditoriya görürəm. Musiqi universal dildir. Bugün səslənən musiqilər iki xalqı, Azərbaycan və Vyetnamlıları bir-birinə daha da yaxınlaşdırdı. Vyetnamlılar səyahət etdikləri yerlərin mədəniyyəti ilə tanış olmağa xüsusi maraq göstərirlər. Qonaq olduqları ölkənin vətəndaşları ilə şəkil çəkdirmək də bir növ adətdəndir. Onların çox maraqlı hobbiləri də var ki, xarici vətəndaşlarla şəkil çəkib evlərində xüsusi kolleksiya yığırlar. İndi mən də özümü o kolleksiyaya əlavə etməyə çalışacağım. Hi, welcome in Azerbaijan. I join your this photo. Yes. Dördüncü Vyetnam günləri bugün də müxtəlif proqramlarla davam edəcək. Fəridə Sadıqzadə, Röyal Əsədov, Lalə Allahverdiyeva, ASTV Xəbər.